Biz səninlə bir hissi işləyəndə dedik ki, mən dedim ki 18 yaşım olardı. Dedin yox, bu deyil. Qayıt. Sən mənim beynimi məcbur elədin ki 18 yox, daha az yaşa qayıtsın. Ki mənim travmaları yaşadığım yaşlarım yadımda deyil. İllər yadımda deyil. Sadəcə hadisə və görünüşüm yadımdadır. Ki mən bilirəm ki, hə orada mən təqribi Uşaq olardım. uşaq olardım. 10 yaş öncəsi idi. Doğrumu? Çünki dediyim kimi bizim o kritik sorğulayan zehnimiz, doğrunu yanlışı bilən, zaman anlayışı olan, xəyalla gerçəyi ayıra bilən, iradə gücü, bunlar hamısı bizim şuurlu zehnimizə aiddir. Doğrumu? Bu hissə inkişaf etmədiyi üçün uşaqlıqda, ona görə ən xırda bir şey bizdə travma yarada bilir. Valideynin baxışı və yaxud da ki, sənə baxmaması dediyim kimi. Ən xırda bir söz, bir yüksək səs insanda bir travma yarada bilir. 10 yaş öncəsində kök travma. Əgər bir insan gəlib deyirsə ki, mən 20 yaşında bunu yaşamışam, mənim travmam budur, mən buna inanmayacağam. Çünki 20 yaşında yetəri qədər o kritik sorğulayan zehin aktivdir.